Mərkəzdən Tamerlan oyuna başlayır. Uğur'un zərbəsi qapıya doğru ama qapıdan aralı keçir top. Və qapıdan zərbə ilə oyuna başlayır. Ardadan zərbə Əli onun qarşısını alır. Əli Arda ilə Əli topu əldə edirlər. Arda'ya ötürmə. Arda'nın zərbəsi və 5-ci gol gəlir. Sən sevinmək istəyir. Amma yadına düşür ki bu gol onun deyil. O komandanın qoludur. Həsən də komanda üçün gol vururdu və Arda'nın sevinməyi. Və ötürmə. Nama komandası yeni hücum qurmaq istəyir. Əli Tamerlan'ın zərbəsi qapçı yerindədir. Dinamo komandası yenidən yaxşı müdafiə olunur və Tamerlan birini keçir, yenidən keçir ötürməsi Arda'dan Tamerlan'a ama müdafiəçilər imkan vermirlər. Və Riyad və Tamerlan onların yeni hücum qurmağına imkan vermirlər. Və Tamerlan'ın zərbəsi Kürşdən zərbə ilə oyuna davam eləyəcəklər. Əlidən Tamerlan'dan Əli'nin zərbəsi qapçı yerindədir. Əli istiqamətinə ötürmə. Əlidən Tamerlan'dan Arda'nı çox gözəl görür. Arda'nın zərbəsi və 6-cı gol gəlir. Çox gözəl asist və çox gözəl zərbə. 6-cı gol gəlir və mərkəzdən Dinamo komandası oyuna başlayır. Və Dinamo komandası yeni qısa ötürmələrlə amma Əli onların planını pozur. Əli onlara imkan vermir keçməyə. Və qapıdan zərbə. Əli yenidən ona imkan vermir. Məhəmmədin zərbəsi amma top qapıdan aralı keçir. Və out bizdədir abi. Məhəmməd Məhəmməddən Arda'dan Əlidən Uğur. Uğur'un zərbəsi və gol. 7-ci gol gəlir. Yedi üç. Və Arda'dan zərbə qapçı yerindədir. Tamerlan qaydan topa amma top ayağına gəlmir. Arda'dan Uğur. Buradan ötürmə ama Dinamo komandası oyuna başlayacaq.
Və ötürmə amma Əli topu qəbul edir və zərbəsi geridə qalınır. Qapıdan zərbə. Qapıdan zərbə. Tamerlan topu ram edir. Tamerlan topu götürür. Özü irəliləyir zərbəsi amma qapçı. Qapıdan zərbə ilə oyuna başlayacaq. Tamerlan başla saxlayır topu. Sonra zərbəsi dəqiq alınmır. Və Riyad yorulduğunu bildirir və Tamerlanın zərbəsi amma top qapıdan aralı keçir. Şimdi Nihat Əli topu ram edir amma Dinamo komandası tırır topu və Tuncay'dan out'a çıxır top. Dinamo Moskva komandası out başlayacaq və Uğurdan Tuncay Nihat'a topun getməyinə maneçilik törədir amma Tamerlanın zərbəsi amma top ayağına oturmur. Və Dinamo komandası yeni hücum qurmaq istəyir. Və out. Tuncay out başlayacaq. Haraya? Nihat istiqamətinə amma yenidən out kazandırır. Əlin zərbəsi amma küncdən zərbə. Əlidən üzün ötürmə amma Uğur. Dinamo Moskva komandası hücuma keçməyə çalışır amma Nihat və Tamerlandan ötürmə Əli. Əlidən içəriyə doğru Nihat'a istiqamətinə amma Nihat'a çatmır top. Tamerlan özü irəliləyir. Tamerlandan Əlidən yenidən Tamerlan amma out kazandırırlar. Arda'nın zərbəsi amma top qapıdan aralı keçir. Və qapıdan zərbə ilə oyuna başlayırlar. Ötürməsi Nihat. Topu istiqamətini dəyişir amma top Rofum komandasına keçir. Ötürməsi Əli istiqamətinə Tamerlanın. Əlidən Arda'dan. Şimdi Əli. Əlidən Arda'nın zərbəsi yenə. Və zərbə. Arda'dan uzun ötürmə. Tamerlan. Nihat istiqamətinə. Nihat çox fikirləşir. Tamerlan istiqamətinə. Tamerlandan Əlini görəcəkmi? Tamerlan. Əliyə vay. Out kazandırırlar və Arda'dan Əlidən Tamerlan bir nəfəri keçir. 2-3 və qapıdan top aralı keçir amma qapçıya mı dəymiş top? Bəli, küncdən zərbə. Nihatdan Tuncay və qapıdan zərbə ilə oyuna başlayacaqlar. Tamerlan. Arda'dan. Tamerlan özü ilerlemək istəyir. Tamerlan 3 nəfərin arasından out əldə edir. Və
Əli. Əlidən Tamerlana zərbəsi amma küncdən zərbədirmi? Və küncdən zərbə. Tamerlan küncdən zərbəni. Tamerlan ötürür. Tuncay görür zərbəsi. Ötürmə kimi alınır. Əli çox gözəl ram edir topu. Və Tuncay. Tuncay. Əli istiqamətinə amma Nihatdan Həsən. Həsəndən Nihat istiqamətinə amma Nihat. Out kazandırır Dinamo komandası. Dinamo komandası ötürməsi. Tuncay. Tuncay, cərmədir, ver onlara sən itələmsən, nağarmazsan. Və cərmə zərbəsidir, cərmə. Ay dədə, out başlayırlar. Tamerlanın zərbəsi. Üst dirəkdən. Qaptan zərbə. Və. Yatmışları oyattılar. Və sən, Nihat özü irəliləyib. Nihatdan içəriyə doğru. Amma küncdən zərbə. Və sən. Şimdi Arda və Tuncay'dan Nihat. Əlinin çox uzaq küncə zərbəsi və 8-ci gol gəlir. Əlinin sevincini Nihat yerinə yetirir. Və. Qoy mən də düşüm deyən Elçin müəllim. Və oyuna mərkəzdən başlayırlar. Çox sağ ol. Və Dinamo komandası hücum qurmaq istəyir. Tamerlan onların hücumunu pozur. Və özü irəliləyir. Çox gözəl hərəkətlərlə out kazandırır. Tanışma öyle. Yakınlarda oynamamıza tanışma. Tamerlan zərbə vurmur. Çünki ona Mir Salih müəllim tapşırıb ki, zərbə vurma. Ötürmələr və. Və Riyad öz-özünü çaşdırır. Yarışına sallayın, ne vurmuşsan topu? Və Tuncay'ın ötürməsi amma Dinamo komandası çox gözəl hücum qururlar amma Tuncay ona imkan vermir. Tamerlan və Riyad 3-2 oynayırlar. Müdafiə geriyə dönür. Tamerlanın pauzası. Tamerlanın özü irəliləyir. Və gol. 9-3 olur hesab. Əli də vurdu birini. Və mərkəzə dəvət edirlər. Və mərkəzə dəvət olunur Dinamo komandası. Riyad out başlayacaq. Kimdir? Tamerlan zərbəsi. Və Arda'nın zərbəsi. İndi isə Tuncay gecikdirir və qapı istiqamətinə zərbə amma çox gözəl. Oyun sovuşur, təhlükə sovuşur. Şimdi Tuncay'dan Arda'dan Tuncay istiqamətinə yenidən out kazandırırlar. Həsəndən Nihat istiqamətinə amma
Yenidən out kazanlar Tuncay. Tuncaycan, Tamerlan. Riyad istiqamətlə, Riyad. Və Arda müdafiədə. İmkan vermir və qapıdan zərbə. Üstün, top üstün. Şimdi Nihat'tan Riyad. Bu biri tarafta. Neyse ne yapalım? Tamerlan, Riyad'ı sığortalayır Həsən. Nihat özü mü irəliləyəcək? Küşdən zərbə. Həsənə ötürmə Həsənin zərbəsi. Və Tuncay çox gözəl müdafiə olunur. Amma nəsə olur. Və Tuncay qalxır və oyuna davam edir. Arda'dan Tamerlan iki nəfərin arasından keçir amma Arda və Dinamo komandasının zərbəsi amma Rəsul yerindədir. Arda'dan Uğur. Nihat Arda'san. Uğur. Bak orada olmalıydı. Arda'nı değiş. Başı kaldı. Arda. Artırdı. Hasan istemelisin Hasan. Gecikirsen indi lazımdır bana. Vaktinde lazım idi. Və Həsəndən Arda, Tamerlandan Nihat istiqamətlə çox gözəl ötürmə amma Nihat topa yaxınlaşmaq istəyir. Nihat özü zərbə vurmaq istəyir. Arxaya ötürmə Tamerlan. Pauzası iki nəfərin arasında keçir zərbəsi. Nihat istiqamətinə amma qapıdan yan keçir. Yetiş müdafiəyə. Və Həsən. Başı kaldı. Telaşma. Hara geldi. Həsəndən ötürmə Uğur. Başı kaldı. Uğur. Hara geldirirsen kazandan. Tamerlan istiqamətindən Əlidən Oyna. Rəsul qapıdan zərbə ilə oyuna başlayacaq. Sunun zərbəsi Əli sol cinahdan mərkəzə doğru gəlir və Uğur out kazanırlar. Sizden kabul edebilmişsin. Dinamo komandası out başlayır. Zərbəsi Məhəmməddən Həsəndən Tamerlan. Üç nəfərin arasından ötürməsi biraz qeyridə qalır və Uğur istiqamətlə Uğur'un ikinci komandasının 10-cu qolu gəlir. Və Uğur nə sevinç edəcək? Susun deyir. Və mərkəzə dəvət olunacaq. Və Dinamo komandası mərkəzdən oyuna başlayacaqmı? Bəli, başlayır oyun və qısa paslarla Dinamo komandası ötürmə. Məhəmməd və Tamerlan arasındakı çaşqınlıq out başlayır Dinamo komandası və Əli, Uğur və Əli. Uğurdan ötürmə Həsən Tamerlan istiqamətinə. Ali bir de oyun kırdı. Bravo Ali. Resul Talaşma. Resuldan Riyad və Həsən. Başı kaldı. Dur. Başı kaldı. Düz ver pası. Bir de. Bugün Talaşma. Və Dinamo komandası hücum quracaqmı? Əli imkan vermir. Bravo Ali. Qapıdan zərbə.
Son zərbəni başlayırlar. Tamerlan topu ram edir. Tamerlandan içəriyə doğru ama Xalid başla topu Küşdən zərbəyə göndərir. Küşdən zərbə Tamerlanın zərbəsi. Riyaddan Əli istiqamətinə. Və Əli topu əldə edir. Əlinin ikinci zərbəsi qapçı yerindədir. Qaptan zərbə, yenidən Əli saxlayıb topu. Uğurun zərbəsi. Başla müdafiəçinin Küşdən zərbə göndərir və Küşdən zərbəni Əli başlayır. Əlidən ötürmə Xalid topu götürür amma Məhəmməd ona imkan vermir və Riyaddan Əliyə Əlinin zərbəsi Məhəmməd Tamerlan istiqamətinə Tamerlan Məhəmməd Həsən özü irəliləyir. Uğur topa çatacaqmı? Məhəmmədin zərbəsi və oyunumuz sona yetir və nəzərinizə çatdırım ki, bu dostluq, qardaşlıq, yoldaşlıq oyunudur və bu görüşdə udan və udzan komanda yoxdur. Oyuncular bir-birini təbrik edir, gözəl oyuna görə və sizinlə mən profesional oyunların həvəskar çəkilişçisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə dək.